ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyən kimsə əqrabasını qollayıb gözətsin. Cavabı var mısın? Əgər ömrü uzanmanı istəyirsənsə və ruzinin bollaşmağını istəyirsənsə, o zaman ne edəcəksən? Əqrabanı ziyarət edəcəksən, sədəqə verəcəksən. Fəzilətlərin ən üstünü səninlə əlaqəsini kəsənə getməyin, onunla əqrabalıq bağlarını davam etdirməyin, sənə verməyənə verməyin, sənə həqarət edəni əfv edib, etdiyi pislikləri unutmağındır. Adam sənə gəlmir, sən gedəcəksən. Bu fəzilətin üstünü, dünya və axirət əxlaqıdır yəni. Sənə gəlmir, sən gedəcəksən. Sənə pislik edir, sən onu yaxşılıq edəcəksən. Sənə vermirsə, sən verəcəksən, əfv edəcəksən. Bu, hər adamın işi deyil. Hər adamın bacarıcı iş deyil. Könlü dəryalar halına gələn kimsəni eləyəcək. Nətər o, mən toya çağırmadım mən. Mən gidirdim filan yeri, mən gözləmədim. Nətər olur? Mən xəstələndim, gəl məni ziyarət etmədim. O gəlmədiysə, sən gedəcəksən. O vermədiysə, sən verəcəksən. Səni təqdir edilsə, sən əfv edəcəksən. O zaman böyük insan olursan. Yoxsa kiçilmiş olursan. Onun eynisinə qaytardırmağa nə var ki? O səhər qapaz atdı, sən yumruq atırsan. Bunun nə var ki? Hər adam bacarır. Amma əfv etmək o baba igidlərin işidir. Hər adam işi deyil yəni. Aleykümselam. Əqrabaya ikram. Risalət vəzifəsi özünə təbdi edildiyində məsuliyyətinin böyüklüyündən duyduğu əndişə ilə müzdarib bir halda olan Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem zövcə-i möhtərəməsi Həzrəti Xədicə anamız bu sözləri ilə təsəlli və təşviq etmişdir. Allah Resuluna Cəbrail aleyhissalam görünüb ilk vəhiy söylədiyində Allah Resulü qorxaraq təlaşlı şəkildə gəlir. Zəmməluni, örtün məni, titriyirdi. Xədicə anamız nə oldusə, o da mənə bir şeylər olur. Və ayətin gəldiyini, Cəbraili gördüyünüz anladır. Kim mənə inanar deyir? Kim mənə iman deyir? Xədicə anamızın bu dinin yayılmasında çox böyük əməyi var. Yəni bir işə baş qoyursan, sən kənardan kimsə qorxma deməsə var, o işi yürüdə bilməzsən, çətindir. Narahat olma, Allah kömək edəcək. Deyilməzsə bu şeylər olmaz. Kənardan illa birisinin arqa dinlənəcək, rus dinlənəcək, patdeşkə verməsi lazım, dəstək verməsi lazım. Qorxma deməsi lazım. Futbolçu ortada topu qollayan futbolçu deyil ki, kənardakı azarkeşlərdir. Onlar təzahürət eləməsələr o qaçmaz. Hər qol attığında oradan dağdan qışqırıqlar, fışqırıqlar olmasa o topu qol edilməz. Ortalıqda iş görənin kənarının arxasında icebergin görünməyən tərəfləri var. Yəni, cəmaat, qorxma, işində ol. Narahat olma, biz burada ayət deməsə, iş gitməz yəni. Aleykümselam. Xədicəmiz nə deyir? Əsla əndişə etmə. Vallahi Allah Teala səni heç bir zaman utandırmaz. Çünki sən silah-i rahimdə bulunursan, yəni qohum əqraba ziyarət edirsən. Doğru söyləyirsən, doğru danışırsan deyir. İşini görməkdən aciz olanların yükünü daşıyırsan. Fağıra ehsanda bulunur, fağıra əl tutur, heç kimsənin verə bilməyəcəyi qədər verirsən. Müsafirə ikram edirsən, qonağa ikram edirsən. Hak yolunda zühur edən hadisələr qarşısında insanlara yardım edirsən. Əmanətə riayət edirsən. Sənin əxlaqın çox gözəldir. Rəvah Buxari Müslim. Yəni, gözəl əxlaqın normalarını Xədicə anamız sıralayır. Nədir? Bunu bir daha təkrarlayaq. Silah-i rahimdə bulunursan. Yəni, nə deməkdir silah-i rahim? Qohum əqraba ziyarəti edirsən. Doğru söyləyirsən. İşini görməkdən aciz olanların yükünü daşıyırsan.
Fağıra ehsanda bulunur. Yani kasıb küsura ehsanda bulunur, el tutur. Heç kimsenin verə bilməyəcəyi qədər verirsən. Qonağa ikram edirsən. Allah cəmi ölənlərimizə rəhmət eləsin. Mərhum atam deyirdi ki, üç nəfərə bir geyişqan suyuğu qonaqlığa. Geyişqan suyuğu nə deməkdir? Gecirtkan deyirlər bəzi yerlərdə. Yığanda adamın əlini dalıyır, onu görə bəziləri əlcəklə yığır, yəni əldən selimir. Bəzən insan, ağıllı adamlar özünü dalatdırırlar ondan. Niyə? Yelin dərmanı deyil, rematizmanı, yelin dərmanı deyil. Kürəyini, ayağını, burasını dalatdırır ondan. Gözəl müalicə və əhəmiyyətə malikdir. Qaynadıb suyunu başa qoyurlar, qadınlar suyu onun effektli olur saç üçün. İlaxır, yəni faydaları çoxdur. Deyirdi ki, üç nəfərə geyişkən suyuğu qonaqlığı vermək. Geyişkanın çəpərin dibindən, oradan bağdan başladın, topladın, burasını belə bıçaqladın, vurdun, belə doğradın, tökdün qazana, yarım istəkən düyü bəsləyir. Çox da lazımdır, yağ da lazımdır. Geyişkanın içinin tərkibindəki o yapışqanlıq bəsləyir. Üstə belə su qaynadırsan, olur geyişkən suyuğu. Üç nəfərə deyir, geyişkən suyuğu qonaqlığı verən bir ev kasıb düşəcəksə, nə olar? Onu döşəməli alaşırlayın, bu ev alt üst olsun, dərbadan olsun. Yəni, qonağa ikram eləmək evi bərəkətdirən bir şeydir, deyirdi yəni. Üç nəfərə yəni geyişkən suyu qonaqlığı qabiliyyəti çatmırsa bir adam verməyə. Nə olur? O evdə döşəməli aş pişirin, o ev alt üst olsun yəni. Dərbadan olsun. Nə deyir? Xəccanamız nə deyir? Deyir ki, qonağa ikram edirsən. Qonağa ikram etmək Allah Resulunun xüsusiyyətidir. Haqq yolunda zuhur edən hadisələr qarşısında insanlara yardım edərsən. Əmanətə riayət edirsən, sənin əxlaqın çox gözəldir. Xəccanamızın bu sözünü iləriki illərdə gələn ayət təsdiqləyir. Və innəkə lə'alə xuluqin azim. Allah Teala deyir ki, sən şübhəsiz ki, üstün bir əxlaqa sahibsən. Azim, böyük demək. Xuluqil azim. Və innəkə lə'alə xuluqin azim. Sənin əxlaqın çox uzadır. Yamamənin lideri Sümamə bin Usal radiyallahu anh müsəlman olunca Məkkə müşrikləri ilə olan ticari münasibətlərini kəsmişdir. Halbuki Qureyş hər cür ərzaq və ehtiyaclarını həmişə Yamamədən alırdı. Acılıq və qıtlığa məruz qalan Məkkəlilər çaşqınlıq içində Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem müraciət etdilər. Allah Resulü sallallahu aleyhi ve sellem Sümaməyə məktub yazaraq ticarətinə davam etməsini söylədi. Diqqət edirsiniz, qardaşlar. Müsəlman olduqdan sonra yəni bu fərq, bu şəxs Allah ondan razı olsun. Siz mi Allah Resuluna pislik eləmişsiniz? Siz mi Allah Resuluna evindən işini eləmişsiniz? Sizlə ticarət əlaqələrini kəsirəm. Sizə satmıram. Deyəm, alın. Və Məkkə müşriklər çaşıb qalırlar. Ərzaq alacaqları yer vermir. Toptoboy vermir malı. Başlayırlar qıtlıq başlamağa. Yemək bir şey tapamırlar. Allah Resulunun böyüklüyünə baxın yəni. Məktub yazıb deyir ki, ticarətə davam edə. Onlar mənə neyinliklər eləyiblər. Böyüklük buradadır yəni. Mən biraz çək baxdı, mən gəndə ayağa durmadı. Əfdən, püfdən səbəblərdən insanlar bir-birindən küsür, bir-birindən nə bileyim, salam verir. 4 nəfər oturub, gəlib 3 nəfərlə görüşür, o birisindən görüşmür. Belə qabalıq mı olar yəni? Bu heç yerdən yazılası bir iş deyil. İkilikdən də incikliyin var, olsun. Sən 4 nəfərlə, 3-ündən görüşüb, birindən niyə görüşmürsən? Kör tərəfə mi düşdü? O qədər körlük olmaz. O iman körlüğü olur.